Allah Rəsulu aləmlərə rəhmət olan belə buyurur: ey Allah qulu, istəyirsən ki, Allah səndən razı qalsın, xalq səni sevsin, mal dövlətin çox olsun, sağlam olasan və uzun ömürlü olub bədənin sağlam olsun, 6 dənə xüsusiyyəti Allah Rəsulu qeyd etdi. Birinci, hər kim istəyir ki, Allah onu sevsin, Allah yanında hörmətli olsun, Quran buyurur: İttəqullah. Nədir ittəqullah? Yəni, sən pis əməllərdən çəkinəcəksən, Allah səni sevəcək. İstəyirsən ki, xalqın sevimlisi olasan, insanlar səni sevsin, sənə məhəbbət bəsləsin, onlarla yaxşı rəftar et, onlara yaxşılıq et, onların yanında təkəbbür olma, mənəm olma. Yəni, mən nəyiməsə görə, ya məqamıma görə, puluma görə, maşınıma görə, evimə görə kimləsə üstün ola bilmərəm. Biz əmələ görə insanlardan üstün ola bilərik. Geyimə görə deyil, miniyə görə deyil. Malının çoxluğunu istəyirsənsə, Allah yolunda zəkat ver. Sağlam olmaq istəyiriksə, bax, burada Allah Rəsulu buyurur, çoxlu sədəqə verin. Ne üçün? Sədəqə bəlaları insandan rədd edir, uzaqlaşdırır. Əs-sədəqatu yuraddul bəla. Sədəqə vermək insanı bəlalardan çıxardır. Fərq etməz, nə qədər imkanınız varsa sədəqə çıxardın. Çünki Allah sizin sədəqələrinizin azı deyil, çoxu deyil, əsas sizin əməllərinizi qəbul edir. Uzun ömürlü olmaq istəyiriksə, əgər bizim ömrümüzün uzun olmasını Allahdan təmənna istəsək, Allah Rəsulu buyurur ki, qohumlarına yaxşılıq elə, silə-i rəhm et. Silə-i rəhm nədir? Bazı qardaşlar, bibi, xala, qohum, əmi, dayı, ged onlara baş çək. Və sonra Allah Rəsulu buyurur ki, əgər məhşərdə, qiyamət günündə mənimlə bir yerdə olmaq istəyirsənsə, uzadı səcdə eləyəcəksən. Səcdə ibadətin ən ali zirvəsidir. Çünki insan üçün ən böyük mərkəz beyindir, başdır.